Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bari'il halâikil ecma'in. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina. Habibi ilahil alemin. Tabibi nüfusina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve alihi tayyibin tahirin muntecepin ve la'nu daimi ala a'daihim ecma'in min al-ana ila qiyami yevmiddin amma ba'd. Esselamu aleyke ya Eba Abdillah ve alel ervahilleti hallet bifinaik. Aleykum minni salamullahi ebeden ma baqitu ve baqiyel leylu ven nehar. ولا جعله الله آخر العهد مني لزيارتكم أهل البيت. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Muhterem müminler, evvela hamd olsun Allah'a ki bu yılda Muharrem ayının, mübarek Muharrem ayına yetişmeyi Allah Teala bizlere nasip elədi ve bu mübarek ayı idrak eləmeyi Allah Teala bizlere nasip elədi. Hamd olsun Allah'a ki Allah-u Teala'nın hüccetlerini yer üzerinde bütün insanların, yaradılmışların, məxluqatın üzerinde olan ilahi hüccətləri yad eləmək və onların sıxıntılı, çətin, faciəli günlərini yad eləmək fürsəti Allah Teala bizlərə nəsib eləyib. Bu fürsətə görə Allah Teala'ya nə qədər həmd-ü səna eləsək, yenə də azdır. Allah'ın verlik izzətinə, cəlalına bu ayda mübarək Muharrem ayında Peygamber Əhl-i Beyti üçün hüzün dolu bu ayda Allah Teala bizleri bağışlasın. Bizleri bu ayın ehtiramına, bu ayın şehitlerinin ehtiramına Allah Teala'ya yaxınlaşmağı nəsib eləsin. Ve bizi Peygamber, Ali Peygamberle beraber eləsin inşallah. Eyni zamanda vətənimiz, ölkəmiz, torpaqlarımızın bütövlüyü uğrunda, suverenliğimiz uğrunda canlarını feda eləmiş şəhidlərimizi Allah Teala Kərbəla şəhidlərinə qovuştursun. Şəhidlər sərvəri İmam Hüseyn əleyhissalama qovuştursun. Şəhidlərimizin ruhları şad olsun. Və xüsusən bugünkü gün 26 oktyabr silahlı qüvvələr günüdür. Ölkəmizin, vətənimizin, torpaqlarımızın, sərhədlərimizin keşiyində dayanan bütün əskər və zabitlərimizi, bütün qoşun növlərinin bugünkü gün bayram günüdür. Allah Teala onları İmam Hüseyn əleyhissalam ehtiramına hifz eləsin, qorusun. Allah Teala ölkəmizi, vətənimizi hifz eləsin, məhfuz eləsin. Düşmənləri tezliklə məhv nabud eləsin inşallah. Möhtərəm cəmaatımız, İmam Hüseyn əleyhissalamın Kərbəla şəhidlərinin məclisidir. Məclisinə toplaşmışıq. Bu məclis Allah qatında məqamı uca olan məclislərdəndir, bilirsiniz. Hz. İmam Hüseyn əleyhissalamın ətrinə toplaşmışıq. Onun adı zikr olunan, onun özünün, yarı ənsarının, övladlarının, qardaşlarının şəhid olduğu günün qeyd olunmasına, onların əzalarına, onların sıxıntılarına şərik olunmaq üçün toplaşılan, cəm olunan məclisdir. Bu məclisi alimlər, üləmalar, hədis-i şəriflərin, Peyğəmbər və Pak Əhl-i Beytinin söylədikləri hədis-i şəriflərin əsasında buyururlar ki, belə məclislər Allah Teala'nın müsəllasıdır. Yəni onun əhlinə, yəni məclis əhlinə, bu məclisin əhlinə Allah Teala salatu salam göndərər, salavat göndərər. İnşallah bu məclisi də o məclislərdən qərar versin.
Sonra buyururlar ki, İmam Hüseyin əleyhissalamın müsibəti zikr olunan məclislər mələklərin nazil olan yeridir. Mələklər nazil olar. Mələklər enər bu məclislərə və o məclis əhliləri üçün istiğfar istəyərlər, bağışlanma istəyərlər. Allah Teala bizim məclisləri də o məclislərdən qərar versin. Sonra buyururlar ki, Allahın Rəsulunun və hidayət imamlarının duaları o məclis əhlinə şamil olar. İmam Hüseyin məclisləri keçirilən yerlərdə Allahın Peyğəmbərinin və onun hidayət imamlarının duaları o məclis əhlinə yetişər. Allah Teala bizləri, sizləri bu məclis əhlini inşallah Əyyimə-i Ətharın dualarına ünvan qərar versin. Sonra buyurulur ki, Həzrəti Seyyid-i Şühəda özü o məclisə məhəbbət nəzəri ilə baxar. Məclis əhli ilə ünsiyyət saxlayar, söhbət eləyər. Həzrəti İmam Hüseyin əleyhissalamın özü, ruhu şərifi. Sonra buyurulur ki, İmam Sadiq əleyhissalam belə məclisləri sevəndir. Ki, bilirsiniz, bir nəfər imamı öz evinə qonaq çağırdı, dedi ki, evimizdə bir məclis var. İndi ya toy məclisi idi, ya başqa bir məclis idi. Dedi ki, imam buyurdu ki, o məclisdə nə zikr olunar, nə qeyd olunar? Biz Peyğəmbər Əhl-i Beyti zikr olunar o məclisdə. Dedi ki, o məclisə dəvət edən, dedi ki, əlbəttə, Peyğəmbər və onun pak Əhl-i Beyti zikr olunar o məclisdə. Həzrəti İmam dedi ki, onda qəbul elədi, o məclisə dəvəti qəbul elədi və gəldi, hazır oldu. Birazdan gördülər ki, imam yoxdur. Baxdılar ki, imam məclisə gələnlərin ayaqqablarını cütləyir, xidmət edir. Peyğəmbər və onun pak Əhl-i Beyti zikr olunan məclisdə Həzrəti İmam Sadiq əleyhissalam məclisin ayaq tərəfində xidmətdədir. Peyğəmbər Əhl-i Beyt imamlarının sevdiyi məclislərdir bu. Sonra buyurulur ki, hədislərdə Ərafat mislindədir. Bu məclis Ərafat mislindədir. Yəni Ərafat nədir? Həcdə Ərafat yəni həccin mənasikindən biridir, rükünlərindən biridir. Ərafatda vəqfə edilər və orada Allah Teala'dan bağışlanma istənilər. Deməli, bu məclislərdə Allah Teala bəndələrini bağışlamaq fürsəti verir. Bəndələrin qəlbləri Rəbbiləri ilə İmam Hüseyin əleyhissalam vasitəsilə, onların vəsiləsi ilə Allahla rabitə bağlayar, rabitəyə girər və Allah Teala bəndələrini bağışlayar. Sonra buyurur ki, bu məclislər Beytullahın, yəni Allahın evinin təvafı məhəllidir, təvaf yeri kimidir. Və digər başqa bir rəvayətdə, hədisdə buyurulur ki, bu məclislər qarzətul həsənədir. Qarzul həsənədir. Qarzul həsənə, yəni gözəl şəkildə verilən borc. Qur'an-ı Kərimin təbiridir bu. Allahın kəlamının təbiridir. Allah Teala Qur'an-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim. Mən zəlləzi yuqridullahu qardan həsənə. Kimdir Allah Teala'ya gözəl şəkildə borc verə bilən? Bəndə axtarır Allah Teala. Bir bəndə axtarır ki, Allaha gözəl şəkildə borc versin. Yəni minnətsiz, riyasız, heç bir göstərişsiz Allaha borc versin. Nə cür borc versin? Allahın borc almaqda maddi məbləğə, maddiyyətə ehtiyacı yoxdur. Allah Teala necə borc verə bilər? Bəndə deyir ki, öz yaxşı əməllərini, öz gözəl əməllərini Allah yolunda gördüyü riyasız əməlini Allah Teala'ya borc verər və onun Peyğəmbərinə borc verər və onun Əhl-i Beyt imamlarına borc verər. Borc verər və borc adından göründüyü kimi borc verər. Bir gün o borcun geri qayıtmasını istəyər. Hansı gün? İnsanın ahirətdə ən çətin olan günə, qiyamətdə çətin olan günündə o borcu Allah Teala gözəl şəkildə qaytarar. O borcu Allah Teala'ya
təqdim edilən onun peyğəmbərinə, pak əhl-i beytinə, Həzrəti İmam Hüseyn əleyhissalama gözəl şəkildə təqdim edilən borcu qiyamət günündə mütləq biləsən ki, o borcu Həzrəti İmam Hüseyn əleyhissalam ya Həzrəti Peyğəmbərimiz ya Allah Taala'nın özü gözəl şəkildə qaytaracaq. Geri qaytaracaq və idafən ayət-i kərimədə buyurduğu kimi dəfələrlə artıra geri qaytaracaq. Böyük həcmdə borcu artıraraq geri qaytaracaq. Ona görə buyururlar ki, belə məclislər Peyğəmbər və Əhl-i Beytinə, Allaha, Həzrəti Peyğəmbərimizə, Həzrəti Əmir al-Müminin əleyhissalama, xanım Fatimə Zəhra salamullahi aleyhaya, İmam Həsən və İmam Hüseyn əleyhissalama təqdim olunan gözəl şəkildə borcdur ki, qiyamət günündə biz onların, bizim yəni bu günlərcə belə məclislərdə görülən zəhmətlərin borc kimi təqdim olunanda qiyamət günündə onun geri qaytarılmasına böyük ehtiyacımız olacaq. Hər birimizin böyük ehtiyacı olacaq ki, inşallah Peyğəmbər və Ali Peyğəmbər də o günü bizim hər birimizin əlindən tutar. Allahın veririk izzətinə, cəlalına bizi Həzrəti Peyğəmbərimizin və pak əhl-i beytindən inşallah ayrı salmasın. Quran-ı Kərimdə bir gözəl ayət-i kərimə var. Onu zikr eləməmişdən qabaq bu məclislərin, yəni bizim xalqımıza, millətimizin qanına hoparaq tarixdən gələn ata-babalarımızın, cəddi-abalarımızın zikr etməsinin əsas səbəblərindən biri heç də adət-ənənə ilə yaranmış olan bir məclisdir. Bu məclisləri Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəla bəyan edib birinci. Həzrəti İmam Hüseyn əleyhissalamın və onun övladlarının Kərbəlada, İraq ərazisində şəhid ediləcəyini xəbər verib və özü də hüzünlənib, kədərlənib və özü də əza saxlayıb bu mənada. Həzrəti Peyğəmbərimizdən sonra Həzrəti Əmir al-Müminin xanım Fatimə Zəhra salamullahi aleyha xəbər verib. Onlar biliblər və qəbul edib. Allah Taala bu xəbəri xəbər verəndə Həzrəti Peyğəmbərimizə ki, qızın xanım Fatimə Zəhra salamullahi aleyhanın bir övladı sənin ümmətin tərəfindən zulm və cəvrlə şəhid ediləcək, bu xəbəri deyəndə Həzrət xanım Fatimə Zəhra salamullahi aleyha təbii ki, pəjmürdə oldu, hüzünləndi, kədərləndi. Amma Həzrət xanım Fatimə Zəhra salamullahi aleyhaya onun şəhadəti ilə bərabər İmam Hüseyn əleyhissalama və onun anasına veriləcək böyük dərəcələri, şəfaət məqamlarını xəbər verəndə Həzrət xanım Zəhra buna razılaşdı. Yəni onlar biliblər, ata-anası biliblər. Ondan sonra Həzrəti İmam Hüseyn əleyhissalamın övladları İmam Zeynəl-Abidin əleyhissalam, İmam Baqir əleyhissalam, İmam Cəfər Sadiq əleyhissalam Muharrem ayı yetişəndə onlar məclislər qurublar və İmam Hüseyn əleyhissalamın şəhadətini zikr ediblər. Bu məclislər imamların qoyduğu sünnələrdir. Sünne-i həsənə deyərlər buna. Yəni, insanlar bilsinlər Peyğəmbər balalarının necə zülm və cəvrlə qətlə yetirilib və nəyin uğrunda qətlə yetirilib. İmam Sadiq əleyhissalam məclis qurub, əza məclisi. İmam Sadiq əleyhissalam Kərbəlaya gəlib, İmam Hüseyn əleyhissalamın ilk ziyarət edən Peyğəmbər övladlarından olub və o ziyarət edən vaxtı İmam Hüseyn əleyhissalama ziyarətnamələr oxuyub. Ziyarətül Varis, Ziyarətül Ərbəin İmam Sadiq əleyhissalamdan nəql olunur və özü Kərbəlanı ziyarət edib. Nəcəfdə bir ildən çox oturub, Nəcəfdə yaşayıb,Ğulatlarla düzdür mübarizə də aparıb, amma İmam Hüseyn əleyhissalama da yəni yaxın olub, Küfədə oturub və Küfədən gəlib ziyarət edib. İmam Rıza əleyhissalam belə məclisləri keçirdib və zikr edib. İmam Rıza əleyhissalamdan bu məclislərin keçirilməsindən ötürü hətta bir şair
meşhur De'aleb Huzai adında şair vardı. O şairi çağırardı, özü ve öz əhl-i beyti perde arkasında əyləşərdi ve Muharrem ayı dahil olanda ilk 10 günü xüsusi əza məclisləri keçirdərdi ve Aşura günündə də o De'aleb şairi çağırardı ve onun mərsiyələri onun nohələri ağlayardılar, qəmgin olardılar. İmam Rıza Aleyhisselam baxmayaraq ki, yəni Abbasi xəlifəsinin vəliəhdi idi, yəni sarayda yaşayırdı. Ondan belə o məclisləri öz evində təşkil edərdi və insanlara Hz. İmam Hüseyin Aleyhisselamın başına gətirilmiş bu müsibətləri çatdırardı. Hz. Peyğəmbərimizdən nəql olunan hədis-i şəriflərdə də buyurulur ki, Hz. İmam Sadiq Aleyhisselam buyurur bu barədə, buyurur ki, İnnəllâhe xalaqana min nuri azamətih, sümmə səvvərə xalqana min tinətin, məxzunətin, məqnunətin, min təhtil arş, və əskənə zəlikən nur fihi, fəkunnə nəhnu xalqan və bəşəran nuraniyyin, lem yec'al li ahadin mislellezi halakana. Buyurur ki İmam Sadiq Aleyhisselam Allahu Teala bizi öz əzəmətli nurundan xəlq eləyib. Bizi öz əzəmətli nurundan xəlq eləyib. Sonra bizim nurumuzu bir zata, bir tînəyə, bir xüsusi bir zata çevirib onu gizlin bir xəzinə kimi ərşinin altında qərar verib, saxlayıb. Gizlin bir xəzinə kimi bizim tinəmizi, yəni xilqət nurumuzu, hələ bəşər olaraq yaradılmamışdan qabaq bizim tinəmizi xüsusi öz əzəmətli nurundan xərq edib və onu ərşinin altında gizlin şəkildə bir xəzinə kimi saxlayıb və sonra nurani bəşər olaraq yaradıb bizi. Hansı ki, bizi xəlq etdiyi kimi heç kəsi xəlq etməyib. Heç kəsi bizi xəlq etdiyi kimi xəlq eləməyib. Bu məşhur bir hədisdir. İmam Sadiq Aleyhisselamdan rəvayət olunan mütəvatir hədisdir və bütöv bir neçə mühəddislər, hədis rəvayətçiləri tərəfindən ravi olunub və sonra belə bir hədis-i şərif onun davamında gəlir, buyurur ki, bizim ardıcıllarımız, bizi sevənlər, imam buyurur. İndi bizi sevənlər buyurur. Bizim torpağımızın, bizim tinəmizin qalıqlarından xəlq olunub. Hansıdır o torpaq? Hansı tinədir? Ərşin altında bir xəzinə kimi saxlanılan, nuraniyyətlə xəlq olunan. Deyir, bizim ardıcıllarımız, bizi sevənlər, Peyğəmbər və Ali Peyğəmbərin ardıca gedənlər, bizim torpağımızdan, tinəmizin qalıqlarından yaranıblar və xəmirləri bizim vilayətimizin nuru ilə yoğrulub. Buna görə bizim müsibətimiz onların da müsibətidir. Yəni, Peyğəmbər və Əhl-i Beytini sevənlər bugünkü günləri öz müsibətləri kimi qəbul eləməkdə deməli bir əsas var, bir dəlil var. Niyə insanlardan bir qismi Peyğəmbər və Ali Peyğəmbərin məhəbbətini qəlbində daşıyan kəsimlər bu günləri öz müsibəti kimi qarşılayır? Hərəmizin yaxın insanları, atalarımız, analarımız, əzizlərimizdən dünyasını dəyişənlərimiz var. Allah-u Teala bizlərə dünyasını dəyişənlərimiz üçün xüsusi bir səbir inayət edir və bir müddətdən sonra o yaxınlarımızın itirməyimiz bizlərə o təsir edici acılar bir müddətdən sonra yadımızdan çıxardılır. Bu bir ilahi rəhmətdir. Əgər insan öz ata-anasının hüznünü, onun dünyasını dəyişən gündəki kimi ömrü boyu o cür yaşasa, onun həyatı qaralar. Onun həyatından bir şey olmaz. Allah-u Teala'nın gözəl bir rəhmətidir ki, insan bir yaxını, əzizi dünyasını dəyişəndən bir müddət sonra onun üçün onu soyudur və ona səbir əta edir və ona unutturur müəyyən mənada.
Yəni o acını unutturur. O kəsi yox ha, dünyasını dəyişəni yox. Ağıllı insan üçün o yaddan çıxmaz. Amma onun acısı yavaş-yavaş soyuyur. Amma çox qəribədir ki, Peyğəmbər və Əhl-i Beytinin müsibətinin acısı yaddan çıxmır, təkrarlanır. Muharrem ayı yetişəndə insan elə bil ki, xüsusi bir nuraniyyətlə insanın qəlbində təzədən yer tutur. Bax, bunun səbəbin İmam bu cür buyurur, deyir. Çünki onlar bizim tinəmizdən xəlq olunublar. Onlar, yəni bizdəndirlər. Onlardan qəlbində bizim nuraniyyətimiz var və ona görə onlar yenidən bizim müsibətimizi öz müsibətləri kimi qarşılayarlar. Muharrem ayının əvvəlində qəlbin qüssələnməsi və kədərlənməsi o müqəddəslərə, Kərbəlada şəhid olan Peyğəmbər balasına və digər Peyğəmbər balalarına və onların vəfalı səhabələrinə olan acı və kədər onlara olan bağlılıqdan irəli gəlir. Bu bir bağdır. Bu bir ilahi bağdır. Bu bir ilahi əlaqədir. Ki o bağlılığın əlamətidir ki, onun fərqliliyindəndir ki, imanın da var oluşu onunla yaranır və onun dərəcələrindən asılıdır. Yəni iman ki, insanların imanları dərəcə və dərəcə olur, o dərəcələr də Peyğəmbər və Əhl-i Beytinə olan bağlılığın dərəcələrinə bağlıdır. İnsanın o müqəddəslərə hüzünlənməsi, yəni Hz. İmam Hüseyin əleyhissalama, Kərbəla şəhidlərinə hüzünlənməsi hər bir insanın qəlbini riqqətə gətirir. Kim İmam Hüseyin əleyhissalamı tanısa, elə müsəlman olsun, hətta qeyri-müsəlman olsun, fərqi yoxdur təriqətindən, yolundan asılı olmayaraq. Hz. İmam Hüseyin əleyhissalamı, Peyğəmbər balasını bu yolda çəkdiyi müsibətlərlə tanış olanda, insanların qəlbində təhvi ileyhim Quran ayəsində deyildiyi kimi Allah Teala'dan Hz. İbrahim əleyhissalam istəyir Allah Teala'dan, deyir, ya Rabbi, insanların qəlbin bizə tərəf yönəlt, bizə tərəf meyilləndir. Peyğəmbər və Ali Peyğəmbəri tanıyanlar elə ki tanıdısa insanların qəlbi onlara tərəf meyillənəcək. Ona görə bizlərə buyurulub ki, onları tanımaq lazımdır, tanıtdırmaq lazımdır. Rahiməllahu mən əhyə umurana. Allah Teala imamlarımızdan hədisdir, bizə tapşırıqdır. Allahın rəhməti, rəhmi o kəslərə olsun ki, bizim işlərimizi ihya eləyə, bizləri insanlara tanıda. İnsanlar Peyğəmbər Əhl-i Beytin tanısa, Allahı daha yaxşı idrak edəcəklər. Doğru yolu daha tez tapacaqlar. Hamımız doğru yolun axtarışındayıq da. Dünyada hər kəs istəyir ki, Allaha tərəf gedən o doğru yolu tez tapsın. Daha qısa gedən yolu tapsın. Hamı onsuz Allaha tərəf gedir. Bir gün ona qovuşacaq. Ya eyyuhəl insan, innəkə kadihun ilə rabbikə kathan fəmulaqih. Ey insan, sən Allaha tərəf zəhmətlə, məşəqqətlə Allaha doğru hərəkət edirsən və ona da qovuşacaqsan. Hamımız Allaha bir tərəf gedən yol axtarışındayıq. Elə bütün dinlərdə bu var. Bizim dinimizdə də fərqli-fərqli təriqətlərdə, fərqli-fərqli dünya görüşdə olan insanlar hamı Allaha doğru yol axtarır. Amma Hz. Peyğəmbərimiz və onun pak əhli beyti vasitəsilə Allaha tərəf gedən ən doğru və ən qısa yolu tutmaq olar, tapmaq olar. Onlar bizi Allaha tərəf gedən doğru yolu göstərərlər. Ona görə onları tanımağa ehtiyacımız var. Onları tanımağımız lazım. Ona görə Hz. İmam Hüseyin əleyhissalamın o hüccətlər ki, ilahi şəxsiyyətlər ki, onların başına gələn müsibətləri insan tanış olanda qəlb riqqətə gəlir. Necə qəlb riqqətə gəlməsin? Necə qəlb yerindən oynamasın? Ki, bir ilahi hüccətin, yəni adi insan da deyil, onun körpə balasını onun qucağında oxlayarlar, şəhid edərlər. Susuzluğun şiddətindən can verə,
su əvəzinə qan içə. Necə qəlblər riqqətə gəlməsin ki, bir şəxsi öldürəndən sonra özü də o şəxs kimdir? Allahın hüccətidir. Onun yaradılış tinəsi ərşdən qaynaqlanıb, ərşin altında məxzun xəzinə kimi saxlanılıb, onun cənazəsinin üstündə, mübarək cəsədinin üstündə atlar gəzib. Atların ayağının altına qoyublar. Necə o qəlblər riqqətə gəlməsin ki, başını kəsib niziyə taxıblar və o kəsik başa, o mübarək başa çubuqlar vurublar. Necə o qəlblər sakit olsun ki, Muharrem ayı daxil olanda bunlarla, bu zülümlərlə kifayətlənməyiblər. Hələ bir 200 il keçəndən sonra onların qəbri şəriflərini dağıtmaq üçün hər cür vasitələrdən istifadə ediblər. Hər daş qəlbli insan bu şeylərlə rastlaşanda o insanların qəlbi riqqətə gələr. Və bu riqqət nəyə səbəb olar? Bu müsibətlərlə hər il rastlaşan insan nəyə səbəb olar? Yada salan insan nəyə səbəb olar? Bu ilahi rəhməti qazanmağa səbəb olar. Məsələn, bunun bir misalı var. Hz. Musa əleyhissalamın əmisi oğlu Qarun, bilirsiniz Quran-ı Kərimdə neçə ayət zikr olunur Qasas surəsində. Qarun Hz. Musa əleyhissalamın qövmündən idi. Bir vaxtlar Musa əleyhissalamla bərabər məbədgaha gedərdi, ibadət eləyərdi. Sonra elə ki, Allah Teala'dan gəldi, yalvardı Musa əleyhissalama ki, mənə fürsət versin, mənə Allah Teala imkan versin, varlanım, zəngin olum. Və Hz. Musa əleyhissalamın özünün də duası ilə Qarun bir vaxtlar zəngin oldu, imkanlaşdı. Yəni, çox böyük zənginlərdən biri oldu. Amma bu Qarun artıq zənginləşəndən sonra, varlaşandan sonra Hz. Musa əleyhissalamı tərk elədi. Öz qövmünü tərk elədi. Öz qövmünə, Bəni İsrail qövmünə zülm eləməyə başladı. Firavunluq eləməyə başladı. Düzdür, Firavunla bərabər bir dövrdə yaşayırdı. O da bir firavunluq eləməyə başladı. Baxmayaraq ki, Firavun Bəni İsraili qul kimi zülm eləyirdi. Qarun gəldi ta ki, Hz. Musa əleyhissalama istehza eləməyə başladı. Musa'nın dininə, Rəbbinə dil uzatmağa başladı. Və sonra bir gün Musa əleyhissalama meydan oxudu. Bir gün rastlaşdı küçədə. Dedi ki, ya Musa, Allah sənə də bir izzət bəxş edib, sənə peyğəmbərlik verib. Amma mənə də bir izzət bəxş edib. Mənə də var dövlət bəxş edib və qüdrət bəxş edib. Və Hz. Musa əleyhissalama meydan oxudu. Dedi, gəl mübahilə eləyək, biri-birimizə bəddua eləyək. Görək kimin bədduası qəbul olacaq. Çıxdılar şəhərdən kənara və Hz. Musa əleyhissalam da qəbul elədi. Qarun əmsi oğlu Musa əleyhissalama, öz qövmündən olan Musa əleyhissalama cəmaatının da ətrafında başladı bəddua eləməyə. Hz. Musa əleyhissalam dedi ki, ya Rabbi, torpağı mənə təslim elə, torpağın əmrin mənə ver. Musa əleyhissalam sonra dedi ki, Allah dedi ki, verdim. Dedi, ey torpağın Rəbbi, Allah sənin əmrini mənə verdi. Bu adamı yavaş-yavaş ud. Qarun, Hz. Musa əleyhissalamın istəyi ilə torpaq Qarunun ayağından yapışdı və Qarunun ətrafındakı onu müdafiə edən insanların ayağından tutdu. Yavaş-yavaş torpaq Qarunu udmağa başladı. Qarunu udmağa başladı ta ki qiyamət gününə qədər, Həzrət Peyğəmbərimizdən hədis var ki, qiyamət gününə qədər Qarun yerin təkinə yavaş-yavaş gömüləcək, çəkiləcək. Bir gün yerin təkindəykən Hz. Yunus əleyhissalamı balıq udub, balığın qarnındadır və Qarun da yerin təkində bir mərhələdədir. Hz. Yunus əleyhissalamın balığın qarnındaykən səsini eşidir Qarun. Allah Teala indi bir hikmətlə eşitdirir.
Bu hədislərdə, rivayətlərdə gəlir. Deyir ki, Qarun Yunus əleyhissalamın səsini eşidir. Soruşur ki, sən burada nə edirsən? Deyir ki, mən də bir tərki övladan ötürü bu balığın qarnındayam. Deyir, bəs səndən öncə Hz. Musa əleyhissalam, Musanın, onun qardaşı Harun, onun bacısı Gülsüm və Ali İmran, İmranın ailəsinin halı necədir? Onları soruşur. Qarun öz dövründəki Musa əleyhissalamı və onun qardaşını və Ali İmranı soruşur. Hz. Yunus'dan. Yunus əleyhissalam buyurur ki, artıq onlar dünyasını dəyişiblər. Ölüm xəbərini verir. Musa əleyhissalam da dünyasını dəyişib, qardaşı Harun da, bacısı Gülsüm də, Ali İmran hamısı dünyasını dəyişib. Deyir, Qarun bir ah çəkdi, təəssüf elədi. Dedi, heyf, təəssüflər olsun Ali İmranın halına. Yəni, İmranın ailəsi, Hz. Musa və onun qardaşı, bacısı heyf dedi. Qarun bunu deyəndə Allahın rəhməti ona şamil oldu. Onun bu halına görə şamil oldu. Bir Allahın Peyğəmbərinin kədərli sonluğuna ah çəkdiyi üçün, təəssüf elədiyi üçün, bir anlıq təəssüf elədiyi üçün deyir ki, Allah Teala Həzreti Musaya görə və o Peyğəmbərlərə görə təəssüf elədiyi üçün Qaruna ilahi rəhmət nazil elədi. Hansı rəhməti? Dünyadakı xəcalətdən Qarunu qurtardı. Halbuki Qarunun ah naləsi dünyada hələ eşidilirdi. İnsanlar hələ xəbərdar idi ki, Qarun yerin təkinə gömülür. Allah onun canını almayıb, hələ də gömülür. Yerin təkinə gömülür və nalə və fəryadı dünyadakı insanlara çatır. Və bu xəcalətdən qurtardı. Amma yerin təkinə enməsini dayandırmadı. Amma o özü də bir ilahi rəhmət idi. İlahi rəhmət idi ki, dünyadakı əzabdan və xəcalətdən Qarunu qurtardı. Nəyə görə? Bir ilahi höccətə təəssüfləndiyinə görə. Allahın Peyğəmbərinə görə təəssüfləndiyinə görə. Ona görə, əziz möminlər, bunu bir misal kimi zikr elədim ki, bizim ilahi höccətin, Allahın höccətinin məclisinə cəm olub, onların əzasına yığışıb, onların halına təəssüflənməyimiz, ən azı kədərlənməyimiz, ən azı qəlblərimizin riqqətə gəlməyi bizə ilahi rəhməti bizə şamil edir. Allah Teala bizdən bilmədiyimiz o qədər günahlarımızın xəcalətini, xizyini bizdən götürər, uzaqlaşdırar. Dünya və axirət günahlarımızın üzərindən hicab çəkər. Bizə bağışlanma bəxş eləyər. Bax, bu mənada bayaq zikr olunduğu bu məclislər bağışlanma məclisidir. Bu məclislər ilahi rəhmət məclisidir. Allah Teala'nın müsəllasıdır. Allah Teala belə məclislərdə nə edir? Bəndəsinin günahlarını bağışlayar, bəndəsin əff eləyər. Bu məclislər qəlblərin riqqətə gələn məclisidir və bu məclislərdə qəlblər ki, kədərlənər, hüzünlənər. İmam Hüseyn əleyhissalam və onun yarı ənsarı, onun övladlarının başına gələn hadisələrə görə Allah-u Teala kədərli qəlbin qonağı olar. Allah Teala o qəlbə özü daxil olar. Biz hələm-hələm qəlbimizdə dünya sevgisindən Allaha yer vermərik. İnsan övladı elə asan deyir. Qəlbim boşalda bütün sevgilərdən, bütün məhəbbətlərdən, övlad məhəbbətindən, var, pul, maşın, nə bilim, dünyadakı şeylərə olan məhəbbətindən xali eləyə qəlbi və tamamilə Rəbbinin ixtiyarına verə, bu hələm-hələm asan olan şeydir. Amma bu məclislər elə paç, elə saf məclislərdir ki, o qəlbin bütün sevgilərdən qırılıb, Allaha olan bağlılıq burada bərpa olur. Allah bəlkə də çox nadir hallarda qonaq olduğu o qəlblərə qonaq gələr. O qəlblərin sakini olar. Ona görə
mübarək məclislərdir. Ona görə Allahla rabitə bağlanan məclislərdir. İmam Hüseyn əleyhissalam vasitəsilə ətirlənən məclisdir. İlahi ətirlə ətirlənən məclisdir. Birinci gün, Muharrem ayının birinci günü həmişə zikri müsibətlərdə zikr edərik ki, belə məclislərdə həm də xanım Fatimə Zəhra salamullahi aleyha hazır olar. Xanım Fatimə Zəhra salamullahi aleyha öz övladı üçün hüzünlənən, kədərlənən insanları neyniyər? Qiyamət günündə onlara şəfaət hüququ verər. Həzrət xanım Fatimə Zəhra salamullahi aleyhanın böyüklüyü bundadır. Bütün insanlar, bütün müsəlmanlar, xanımı tanıyan, etiqadı olanlar fərqi yoxdur. Dünya görüşündən asılı olmayaraq hamı qəbul edir. Çünki Həzrət Peyğəmbərimiz təbşir edir, müjdə verir. Qiyamət günündə, məhşərdə yalnız xanım Fatimə Zəhra salamullahi aleyhaya şəfayət etmə hüququ veriləcək ilk öncə. Şəfayət etmə hüququ. Bu barədə bir çox hədis-i şərif var. İmam Rıza əleyhissalamdan nəql olunan bir hədisi diqqətinizə zikr edeyim. Anir Rıza əleyhissalam, an əbaihi əleyhimussalam qal. İmam Rıza əleyhissalam öz atalarından, məsum imamlardan nəql edir. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Həzrət Peyğəmbərimiz buyurur. Yəni imamlar Həzrət Peyğəmbərimizdən bu hədisi nəql edir. Tuhşər İbnəti Fatimə yevməl qiyamə. Qiyamət günündə qızım Fatimə həşr olar, yəni məhşərə gələr. Bundan əvvəl başqa o məhşərə gələndə elan olunar bütün məhşər əhli. Məhşər elə bir yerdir ki, məhşərin adı niyə məhşər adlanır? Dar bir yerdə çox sıx İnsan topluluğu cəm olacaq. Bütün insanlar, bütün məxluqat həşr olacaq, cəm olacaq. Çox dar bir yerdə. Və o məhşərə xanım Fatimə Zəhra salamullahi aleyha gələndə Allah Teala əmr eləyəcək nida eləyənə, mələklərə. Nida elə, hamı gözlərin yumsun, başın aşağı salsın, xanıma baxmasın heç kəs. Bir cəddi Həzrəti İbrahim əleyhissalamdan və atası Həzrəti Peyğəmbərimiz və Həzrəti Əmirəl-Möminindən başqa. Hamı gözlərin yumacaq xanım Zəhra məhşərə gələndə. İndi Həzrəti Peyğəmbərimiz buyurur. Elə ki, xanım qızım Fatimə Zəhra qiyamət günündə həşr olar, məhşərə gələr və mə'əhə siyabun məsbuğatun biddəm və onun yanında və yaxud onun əlində qana bulaşmış bir köynək olar. Qana bulaşmış köynəklə daxil olar xanım Zəhra salamullahi aleyha. Bu məclislər elə məclislər deyil. Allahın Peyğəmbəri xəbər verir qiyamət günündə xanım Zəhra daxil olacaq. Bütün məxluqat, bütün insanlar Adəmdən axırıncı insana qədər hamısı gözün yumacaq, başını aşağı salacaq. Və Həzrəti xanım əlində qana bulaşmış bir köynəklə gələr. Görəsən hansı köynəkdir o köynək? O köynək Kərbəlada atların ayaqları altında qoyulub paramparça olunan cəsəddən çıxarılmış köynəkdir. O qəsb olunan köynəkdir. Xanım Zəhra salamullahi aleyhanın öz əli ilə toxuduğu köynəkdir. O köynəkdir ki, xanım Zəhra vermişdi Həzrəti İmam Hüseyn əleyhissalama. Oğlum, çətin günlərində, sıxıntılı günlərində bu köynəyi giyərsən əynivə. Və Tasuva gecəsi, Aşuradan əvvəlki gecə Həzrəti İmam Hüseyn əleyhissalam o köynəyi istədi, geyindi. Aşura günü o köynəyi geyindi. Bildi ki, əynindəki paltarları bu məlunlar, bu vicdanların itirmişlər, hər bir şeyi qəsb eləməyə çalışacaqlar. Dünya malından nə varsa qəsb edəcəklər. O köynəyi geyindi və meydana gedəndə o köynək əynində idi. فَتَتَعَلَّقْ بِقَائِمَةِ مِنْ قَوَائِمِ الْعَرْشِ Və sonra həmin köynəyi
ərşin sütunlarından birinə asarlar. Ki o sütunda hamı görsün o köynəyi. Fətəqul. Sonra xanım, qızım Zəhra belə deyər. Həzrət Peyğəmbərimiz xəbər verir ha. Qızım Zəhra belə deyər. Ya adlu, ey adil olan Allah, uhkum beyni və beynə qatil vələdi. Mənimlə və mənim oğlumun qatili arasında hökm elə. Ey Allahın adil sifəti, ey adil olan Allah. Qalə Rasulullah, Həzrət Peyğəmbərimiz buyurdu. Fəyəhkum li ibnəti və Rabbul Kəbə. And olsun Kəbənin Rəbbinə ki, Allah Teala qızımla onun istədiyi adamlar arasında hökm eləyəcək, qərar verəcək. Və innallaha azza və cəllə yəğdabu li ğadabi Fatimə. Həqiqətən Allah Teala xanım Fatimə Zəhra salamullah aleyhanın qəzəbi ilə qəzəblənər. Allah Fatimənin qəzəbi ilə qəzəblənər. Və yarda li rızaha. Və onun rizası ilə, onun razılığı ilə razı olar. Xanım Fatimə Zəhra salamullah aleyha qiyamət günündə bax o razılıqla və o qəzəblə gələcək. Kimə qəzəblidirsə Allah Teala'dan hökm istəyəcək və Allah Teala da onun istəyin yerinə yetirəcək. Və mücrimlər, günahkarlar, qatillər, məlunlar Allahın lənətinə gəlmişlər. O gün məhşərin önündə, bütün insanlığın önündə cəzaların almağın hamı şahid olacaq. Və o gündə Peyğəmbər qızına, xanım Fatimə Zəhra salamullah aleyhaya məhəbbət bəsləyənlər, onun övladlarına məhəbbət bəsləyənlər nə edəcəklər? Xanım Fatimə Zəhra salamullah aleyhanın müjdəli şəfaətinə nail olacaqlar. Allahın veririk izzətinə, cəlalına, bizi onun bugünün sahibi İmam Hüseyin əleyhissalamın özünün və anası xanım Zəhranın şəfaətinə nail eləsin. Ona görə şair gözəl deyir, Hüseynə yerlər ağlar, göylər ağlar. Bətulu mürtəza, Peyğəmbər ağlar. Hüseynin köynəyi Zəhra əlində çəkər qeyha, qiyamət məhşər ağlar. Həmin gün bütün məhşər ağlayar. Həmin gün bütün məhşər ağlayar. Xanım Zəhra salamullah aleyhanın adını zikr elədik. Özü də son nəfəslərin verəndə Həzrət Əmir Al-Möminin əleyhissalama vəsiyyət elədi. Dedi, əmim oğlu, məni dəfn edəndən sonra evə tez getmə. Biraz qəbrimin üstündə dayanarsan, mənə Qur'an oxuyarsan. Qəbrim üstə Qur'an oxu. Həzrət Əmir Al-Möminin təşriə cənazəni yerinə yetirəndən sonra xanım Fatimə Zəhra salamullah aleyhanın qəbri şərifinin üzərində bu balaların, körpə balalarını İmam Həsəni, İmam Hüseyni, xanım Zeynəbi, Ümmü Gülsümü yatızdırmışdı ki, gecə rahat dayansın qəbrin üstündə Qur'an oxusun. Gəldi xanım Zəhranın qəbri şərifinin üstündə Qur'anı başladı, açdı oxumağa, Qur'an oxumağa. Biraz oxuyandan sonra huş apardı. Və yuxusuna xanım Zəhra gəldi. Və ya bəzi rəvayətdə deyirlər ki, elə Zəhranın səsini eşitdi. Xanım Zəhranın səsini eşitdi. Dedi, əmim oğlu Əli, bəsdir, kifayətdir. Ya Əli, qayıt evə. Həzrət Əmir Al-Möminin diqqətlə qulaq as. Dedi, əmim qızı, niyə gedim? Özün vəsiyyət eləmişdin axı. Qur'an oxuyun bu gecə. Dedi, artıq bəsdir. Evdə körpə uşaqlar durublar yuxudan. Yuxudan durublar, nə anaların yerində tapırlar, nə atalarını. Ged uşaqları təskin elə. Ged Hüseyni təskin elə. Ged Həsəni təskin elə. Ged o körpə Zeynəbi, Gülsümü təskin elə. Ya Əli, Həzrət Əmir Al-Möminin ağlaya-ağlaya evinə döndü. Ələ la'nətullahi alə qavmiz zalimin. Allah zalim qövmə lənət eləsin. Peyğəmbər əhli beyti qatillərini lənət eləsin. Ya Zəhra, get səni tapşırdım Allah. Ya
seni tapşırdım Allah. Elə yana yana ağlar. Ürəyimin dərdinə aşıqlar qurban ona ya əmirəl müminin. Muharrem ayının günləridir. Hamımız evimizdən qədəm götürüb gəlmişik imamımızın məclisinə. Gəlmişik imamımızı yad edəyək, müsibətlərin yad edəyək. Ay bu gecə İmamın matəminə gələnlər. Bilirəm bu məclisdə adamlar var, əzizlərim var. Bir ildir gözləyirlər, görəsən nə zaman Muharrem ayı gələr. Elədir. Görəsən nə zaman Muharrem ayı gələr. Elə ürəyim doludur. Gedərəm imamımın məclisinə, onun müsibətlərin, balalarının müsibətlərin yad edib ürəyimi boşaldıram. Ürəkdən ya Hüseyin deyərəm, ağlayarım, ağlayarım. İndi imamımın məclisindəsən, ay Muharrem ayının əvvəl günündə İmamın məclisinə gələn bir gözəl söz var ya Hüseyin məclisinə aşiqanə gəl qardaş. İmam Hüseyin ağanın məclisi aşiqlər məclisidir. Aşiq istəyir onun məclisində əyləşsin. Amma mən bilirəm burada bu əziz qardaşlarım, bacılarım da var. Bura gələnlər aşiqlər, hamı qəlbində xüsusi eşq, məhəbbət bəsləyib, ya Hüseyin deyib gələnlər. Ay Hüseyinçilər, Hüseyin məclisinə aşiqanə gəl qardaş. Qurur kibrinə yox, sadiqanə gəl qardaş. Gör nə gözəl sözdür. Gələndə elə ki Hüseyin məclisinə gəldi, elə ki Muharrem məclisinə gəldi. Neynə? Bu məclisin gözəlliyi göz yaşıdır. Sən də o göz yaşlarından imamı və ihsan elə. Gələndə xahiş elə, gözlərindən ağlamağa. Hüseyin inayət elə, Rozaxana gəl qardaş. Amma bu gecə İmam Hüseyin ağamızın o çox istədiyi anasından ad aparaq, gedək bu gecə xanım Zəhranın qapısına. Bütün müsibətlərin əvvəl İmam Hüseyin ağanın da müsibətini xanım Zəhra ilə başladı. Təbəssüm edək bu gecə xanım Zəhrayı, ay bəqinin həsrətində olanlar, ay xanımın gizli məzarına zəvvar olmaq arzusunda olanlar. Yenə ya Fatimə gəldi bu kərəmli qapıya xanım. Yenə ya Fatimə gəldi bu kərəmli qapıya,
özü həllalim məşakin, adı gəldi qapıya, koymuş o qara uzi, gözlərinə bir qapıya, and ola möhsünüvə, and ola möhsünüvə, xanım çox sevərik bu qapını, dərd əlindən yorulanda, neyləyərsiniz? Dərd əlindən yorulanda, döyərik bu qapını, axı rəsm edin, bir nəfərin dərdi olanda, bir balanın dərdi olanda, çətinliyi olanda neyləyər? İlk öncə anasını səsləyər, ana deyər, biz də xanım Zəhranın balalarıyıq. Elədir də, hə? Xanım Zəhra bizim anamızdır. Bu gecədə xanım Zəhranın qapısını döyər, deyək xanım, Həsənindən, Hüseynindən ayırma bizi xanım. Xanım biz də sənin balalarını Muhərrəmin əvvəlində gəlmişik balan Hüseynə ağlamaq. Sən də yana yana verəm ya Hüseyn. Mən istəyirəm, bax burada əgər qardaşlarım, əzizlərim, həqiqi Hüseynçi hesab edirsinizsə özünüzü bir ucadan ya Hüseyni deyək. Ya Hüseyn, səndən qalır, ya Hüseyn, ya Hüseyn, İstəmirəm Rovzəmin çox uzadan, bir neçə kəlmə deyəm, bir neçə dəqiqə xidmətində olan ondan sonra sinə vurarıq, əzadarlıq eyləyərik. Hayx elən ki, xanım Zəhranı 7 nəfərlə götürdülər qəbristan-ı bəqiyyəyə. Koydular mezara, İmam Hamiye işare eyledi, siz gedin. Ben kalıp hanımımla razım yaz edeceğim bu gece. Mevla Emir Müminin eyleşip hanımın qəbrinin kenarında yana yana ağlayır Zəhra. Elinin zali sana kurban olayım. Niye beni tenha koyup yettin ay Zəhra? Axı imam hər vaxt dərdinin çətinliyini gələrdi, xanımıyla bölüşərdi. Hamımız bilirik də bunu. Ürəyinin dərdini xanıma deyər. Elə ağlara qaldı. Həzrət Əmirəl Möminlər Aleyhisselam xanımın qəbrinin kənarında. Dedi Zəhra, niyə məni belə tez vaxtda tək qoydun getdi? Doğrudan da çətindir, ha? Zəhra, mən dərdimi gəlirdim sənə deyərdim. Zəhra, səndən sonra mən kimə deyəcəm dərdimi? Səndən sonra kimi ilə dərd yoldaşı, kim mənə ilə dərd yoldaşı olacaq? Elə bunları deyə ağlayır. Oturup qəbrinin üstə dedi xəlq eyləməyəydim məni ey kaş yaradan. Bu qəmin Fatimə can qəlbimi böldü arada. Beytül Əhzanəndə üzləndinən ayaq qeydim. Sən məndən xəbər alsan uşaqlar nə
deyim. Dedi Zəhra balalar səni məndən xəbər alsalar. Axı balalar balaca idi. Dedi Hüseyin Həsən, Zeynəb Ümmü Gülsüm səni məndən xəbər alsalar nə deyim onlara? Nagahan xabə gedib nuri Xudayi əzəli. Qəş elədi Həzrəti Əmir əl-Mömin əleyhissalam. Gördü rüyada Əli, Fatiməni beldə Əli. Dedi Əli, belə əyləşmə, balaların evdə təkdirə. Dedi Əli, dur gedəmə, qalma bu məvadə Əli. Durdu tezcə qayıdıb mənzirə ətfalə görə. Gəldi çatdı evə, girdi içəri daxil oldu, gördü hər güşədə ağlar, hərə bir halə görə. Gördüsünüz, hamının dünyasını dəyişəni olur. Elə ki, dəfn edib gələrsən, hərə bir tərəfdə əyləşər, hərə bir tərəfdə dizlərin qucaqlayıb ağlayır. O balalar da hərə bir yanda, evin bir küncündə əyləşmişdilər, nəzərə gətir. O körpə balalar 5 yaşında, 6 yaşında balalar. Amma Mövla Əmir əl-Möminin bir mənzərə gördü. Nə mənzərə gördü? Allahu Ekber. İmam Əmir əl-Möminin bir mənzərə gördü. Balalar hərə ürəyinin bir sözünü deyil. Bir deyil, sillə ona sani vuranda var idim. Bir deyil, qapıya qal yaxanda var idim, var idim. Mənə bax. Bir deyil, Mörsün əsrətinə baxanda var idim, var idim. Balalar naləsi qəlbi fələkin alırdı. Amma hamıdan çox vəli biçarə Hüseyin ağlardı. Elə yana yana anam eyvay deyə ağlardı. O mənzərəni sənə deyən sözün tamamına Mövla Əmir əl-Möminin gördü. Xanım Zeynəb İmam Hüseyin ağanın başını alıb ürəyinin başına nə deyir Allahu Ekber. Dedi Hüseyin, bacın Zeynəb sənə qurban ola qardaş, belə yana yana ağlama. Anan yoxdur, mən sənə anam əziyonaram Hüseyin. Ay qardaş, ay qardaş, ay qardaş. Sən də yana yana denən ya Hüseyin. Sen diyen dillərə canım qurban ola. O yana yana diyen səslə ürəyim qurban ola. Ay bu gecə İmam Hüseyin ağaya yana yana ağlayanlar. Ay bu gecə nənəsi Zəhraya ürəkdən ağlayanlar. Allah sənə ad verirəm öz izzət və cəlalın xatirinə, Hüseynin xatirinə birinci gecəmizdir. Pərverdigar alim, bura gələn qardaş babacılarım elə belə gəlməyirlər. Onlar özlərində böyük bir məsuliyyət hiss edib gəlirlər. Gəlirlər İmam Hüseyin ağaya, matəm günlərində sirdaş olsunlar, yoldaş olsunlar, İmam Hüseyin ağanın dərdinə ağlasınlar, müsibətlərinə ağlasınlar. Allah'ım ya Rabbi, bu ağlayan gözləri sənə verirəm İmam Hüseynin ehtiramına qiyamətin günündə ağlatmayasan inşallah.